Ünsiyyətdə telefon və mesajlaşma üstünlük təşkil etsə də, üz-üzə danışmağın tərəfdarları hələ də az deyil. Bu fərqli yanaşmalar fonunda isə əsas sual formalaşır. Bəs 10 il sonra ünsiyyət necə olacaq? Texnologiyanın ümumi inkişafında ən sürətli gedən kommunikasiya texnologiyalarının inkişafıdır. Kommunikasiya texnologiyaları insanların işlərini rahatlaşdırmaqla bərabər, ünsiyyət və informasiya əldə etmək prosesini sürətləndirməklə bərabər eyni zamanda insanları virtual dünyaya transformasiya edir. Bu, gələcəkdə getdikcə insanların öz həyatında elektron texnologiyalardan istifadə, ünsiyyətin aradan qaldırılması, hətta məsələn, baxın Azərbaycanda da elektron hökumət, digər ölkələrdə də elektron hökumət var, idarələrdə filan da ünsiyyət aradan qalxır. Virtual şəkildə hər şey insanlar həll eləyir. Eləcə də əlaqələr, baxın bayramlarda, bayramlaşmaqlardan tutmuş, münasibətlərdən tutmuş, nəsə söz deməkdən belə tutmuş, hər şey virtual dünyaya transformasiya olunur. Bu isə bir növ biorobot cəmiyyətinə gətirib çıxardır. Bu zombi cəmiyyəti formalaşdıra bilər. Çünki insanlar artıq virtual dünyada yaşamaq həvəsində olurlar. Bu daha rahatdır, daha əl çatandır, daha təhlükəsizdir, belə deyək. Məsələn, kimsə narahat eləmir. Artıq qonşuluq, bir-birinə yardım eləmək prosesi belə aradan qalxır. Ona görə də mən 10 ildən sonraki vəziyyəti çox müthiş formada təsəvvür edirəm. Bu artıq qeyri-insani bir cəmiyyət forması olacaq. Bu, bir növ biorobotlar cəmiyyəti olacaq. Fərd şəklində insan icmaları, insan qrupları, ailələrin olmadığı, dostların, yoldaşlıqların olmadığı virtual dünyada yaşayan bir növ varlıqlar formasında olacaq. Hansı ki, bunu son dövrlərdə çəkilən futuristik filmlərdə, Hollywood filmlərində belə göstərirlər ki, 10 il, 20 il, 30 il sonra bəşəriyyəti hansı həyat tərzi gözləyir və bu çox təhlükəlidir. Ünsiyyət dəyişir, texnologiya irəliləyir. 10 il sonra necə danışacağımızı zaman göstərəcək. Əsas odur ki, insanlar bir-birini dinləyib başa düşmək istəsinlər.